Bugün Avropada, vaxtilə Azərbaycanda radikal fəaliyyəti ilə gündəmə gəlmiş Müsəlman Birliyi Hərəkatının qeydiyyat alınması məsələsi müzakirə olunur. Amma Avropa bu təşkilatın keçmişini nə qədər yaxşı tanıyır? 2015-ci ildə Nardaranda təşkilatın üzvləri ilə polis arasında silahlı qarşıdurma baş vermiş, 2 polis əməkdaşı həlak olmuşdu. Azərbaycan tərəfi hərəkatı dövlət quruluşunu dəyişdirərək şəriət əsaslı idarə etmə yaratmaq cəhdində ittiham edib. Hərəkatın üzvləri İranın ali dini lideri Ayətullah Əli Xameneyini mənəvi lider kimi qəbul edirlər. Son günlər Britaniya mediasında Kipirdəki Britaniya hərbi bazaları barədə məlumatları sepaha ötürməkdə ittiham olunan Azərbaycan əsilli Britaniya vətəndaşı ilə bağlı xəbərlər də bu narahatlıqları artırır. Sual budur, belə bir keçmişə malik təşkilatın Avropadakı fəaliyyəti gələcəkdə təhlükəsizlik riskinə çevrilə bilərmi? Biz onlara demişik de rəhbərçini. Ona bilirlər. Ayətullah Xameneyi biz özünə rəhbər deyirik. Onlar bizi tanıyırlar. Belə deyil. Biz getmiş onlara demişik, biz demokratı, bizim əyalçı yol, bizim Xameneyi yox. Mən rəhbər Xameneyi. Bizim ümumiyyətlərlə əsas Azərbaycanda tutanlarımız var, ideoloji. Çünki hər bir prosesdə ilk növbədə şuurlarda fəaliyyət göstərilməlidir.